renkler temasına geladigan bo'lsak, renklari hozir shu obishni, natural travertin dashning o'zini rengi garantiya bor. Chotki bo'lib turadi. O'zini rangini, shu tabiiy rangini umuman 10 yillardan yo'qotmaydi. Ko'rinish jihatdan chiroyli bo'lgan bilan birga issiqdan, sovuqdan ham saqlaydi. Ya'ni sizni yozda konditsionerga ketadigan to'fingizni, qishda bo'lsa kotyolingizga ketadigan gazni tejab beradi. Shundan bo'ladi. O'zimdan rang chiqarib beraman deb oladi ko'pchilik, lekin rang chiqarib bilmaydi. Ikki polosali tekiz rels deb aytiladi bu o'zi. Poyezdning relsini o'xshagan uchun shunday. Hozir biz Xorazmdagi eng katta fasadni dekor ishlab chiqaradigan zavod va uni showroomuna kelganmiz. Sizlar bilan birgalikda ichonni ko'rib, zavoddagi ishlab chiqarish jarayonlarini ko'rib, tanishib chiqamiz. Qani ketdik. Dusatbek Fayz Dekor kompaniyasining asoschisi va egalari bo'ladilar. Hozirgina biz Fayz Dekorning showroomida turibmiz. Dusatbek, siz yaxshimisiz? Assalomu alaykum. Assalomu alaykum. Bu yerda yana ko'rib turibmiz. Biz endi bir aytganda buni hammasini dekor deymiz. Bunda travertinlar, bunda har xil narsalar, endi bir qator tanishtirib bersangiz, showroomdagi narsalarni. Assalomu alaykum, hurmatli kuzatuvchilar. Bu yer Fayz Dekorning bosh ofisi hamda showroom bo'ladi. Undan tashqari Gullanskiyda yana bir do'konimiz ham ofisimiz bor. Sho'ra borsangizlar ham bo'ladi yoki bu yerga kelsangizlar ham bo'ladi. Hozir ofisdagi narsalar bilan bir qator sizlarni tanishtirib o'taman. Bir chetdan boshlasak, devorimizga termopanellarni ustanovka qilganmiz. Undan 2 xil vibr bor, 3 xil vibr. Даже bu yoqda 2550 tekiz variant, bunda 2550 3D variant, bu yoqda 3060 tekiz varianti, shunday variantlarni urganmiz. Keyin sokolimizni ham addini chiroyli qilib, termopanel bilan oddiy kafelni kombinatsiya qilib ishlaganmiz. Bunda chisti shu dashning effektini beradi. Bunda faskalar ham bor, chiroyli bo'lib chiqqan. Bu oddiy qora kafel kesib shunday kombinatsiya berganmiz. Masalan, klientlarimiz ko'rib tanlashlari mumkin. Fasad qismini boshqacha aytganmiz, bu ham boshqacha aytganmiz. Bunda yana termopanel dashlarimizni vibrlari, masalan, klientlarimiz qo'lini olib ko'rib, bunda yoqadigan narsalarimizdan bor, yoqib issiq o'tirishini yo issiqdan chidamliligini tekshirib ko'rsalar bo'ladi. Bu yoqda yana orqasi Penoplast LD naturalniy travertin dash. Ustunda shunday mahkamlash uchun o'zini klinkellari bor. Ko'pchilik so'raydi, bu nishab qistiriladi deb oladi. Rekiya qatirlarmi yo ish 2 dana boltning o'zida turadimi, nonda turadi deb. Buni ishlash jarayoni devor iloj bo'lsa tekiz bo'lsa zo'r, lekin notekis devorlar ham ketaveradi. Devorlar kafelkilar yordamida yopishtiriladi. Kafelkilar tayyorlab olib, orqasidan surtiladi va devorlar shunday yopishtiriladi. Yopishgandan keyin qo'shimchasini zashita uchun bu yerga 2 dana samarez yo devorga qarab, masalan, beton bo'lsa, ming tortib ketiladi. Xuddi shu tartibda yopishtiriladi. Bu yoqni o'tadigan bo'lsak, bu yoqda fasad dekorlar. Men shu yerda bir ikki savollarim bor edi. Bir ikki obyektlaringizda, o'ylaringizda ko'rganman, shu termotravertinlarning qora ranglarini, boshqa ranglarini ko'rganman. Shunda nechikisida klientning xohishidan gap turib boshqacha svetlardan ishlab chiqarib berasizmi? Bu birinchi savolim. Ikkinchi, men ko'p qiynaydigan savol, bu narsani faqat issiqda, yozda, kuzda, bahorda o'rnatib bo'ladimi? Yana hozir ko'pchilik Rossiyadan kelib turibdilar. Qishdan sal sovuq tushgandan keyin ham bu termotravertinlarni uya o'rnatsa bo'ladimi? Nodasa men ko'p Instagramlaringizni, WhatsApplarni ko'rganman. O'zi gaz tejash, to'q tejashda o'zi bu tejamkorlikdan bun katta ekanda bu narsalar. Shu qishdan o'rnatib bo'ladimi? Savollar ham bir aytib bersangiz javob bering. Termopanellarimiz, masalan, ko'rinish jihatdan chiroyli bo'lgan bilan birga issiqdan, sovuqdan ham saqlaydi. Ya'ni sizni yozda konditsionerga ketadigan to'fingizni, qishda bo'lsa kotyolingizga ketadigan gazni tejab beradi. Ustanovka jarayoniga keladigan bo'lsak, salqin havodan bemalol ustanovka qilsa bo'ladi. O'tgan yil qishda sovuqdan ishlaganmiz. Masalan, bu tayyor narsa-ku. Oddiy masalan travertin yo kraska bo'lsa, devorga sepgandan keyin buzlab qatib qolishi mumkin. Lekin bu tayyor chiqqan narsa, buni o'zini maxsus chiqadigan joyi bor, qishdan chiqarib bilamiz, xudo xolasa, sushilkalarda quritib tayyor olib boramiz. Orqasidan kilayi do'nqqanmi degan savolga keladigan bo'lsak, kilayi biz antimoroz bor, suvni do'ngdirmaydi. Shundan qo'shib qarsa bo'ladi, do'ngmaydi. Ham bu buni orqasida turibdi-ku, yopishgandan so'ng sovuq o'tmaydi. Shu hisobidan kilayi ham do'nqqanmaydi. Bemalol minus graduslardan ishlasa bo'ladi. Avvaldan xavotir olmasangiz bo'ladi. Keyin har xil ranglari. Ranglar temasına keladigan bo'lsak, renklari hozir shu obishni natural travertin dashning o'zini rengi. Agar klientlarimiz boshqa ranglardan foydalanadigan bo'lsa, masalan, so'qlar yo boshqa joyga
özü devallara hazır 100% iş rəngdən keçib durdu. Həmmə hal idi. Çünki bu naturalni özünün rəngi bolğandan sonra öş getmidi, həm çang başqa nərsələrini bilindirmidi. Həm ötə çıraylı, priятный rəng. Əgər sokullara, kolonnalara başqaça rəng vuranız desələr, keyin özünün məxsus kraskası var. Ustanovkadan keyin uruladı o kraska, ondan sonra üstündən lak uruladı, şunda çıraylı olub çıxadı. Əgər bunu özünün rəngini özgərtirəniz desək, başında özünün rəngindən özgərtib çıxarğanımız azğana məsələn doğuq rəng çıxmır da amma da. Çünki özünün naturalni rəngi var daşını. Aşı tart getədi. Məsələn qızıl qoşqanız bilan onun özü də rəngi maloşnimi başqa rəngə gəlib qaldı. Roza rəngə gəlib qaldı. Bir-iki caylarda görgənimiz ala-bula olub yatdı rənglə. Aşundan boladı. Özündə rəng çıxarıb bərəməndə aladı köpçülük, lakin rəng çıxarıb bilməydi. Şunu inabət alıb qoyasılar. Düşünəli. İndi ban tərəfdəki indi kolonnalar deyimizmi, dekorlar, hər xil nərsələr var. Bunlarla bir düşündürüb bu devalımıza gələn olsaq, fasadlı dekorlarını yapışdırğanımız, məsələn, bir yandan kolonnalardan başlanğan aynalardan keyin yukarıda kernizlərimiz hər xil. Məsələn, klientimiz gəldi, muşlara kəttəlikini gördürtdü. Öyünü kəttəlikini qarab, məsələn, 2 etaj ya 3 etaj belənd caylar olsa 40-50 sm enlikdə kolonnalar təvsiyə qılınadı. Keyin əgər 1 etaj kiçikroq caylar olsa 30 sm, 25 sm şuna qarab getərədi. Keyin vibrların məsələn birincisi kubik suma, bu termopanel daşının özünə qoşadığım vibr. İkincisi skromni 2 palasalı tek iz realisdə baytaladı bu özü. Poyuzun realisinə oxşayan üçün şimdi. İkincisi ring kolonnaları, yəni deyimiz ki darak şəklində oyub işlənən. Şimdi üstündəki nərsələrə hər xil vibrlarda ətkənimiz, məsələn klientimiz gəlib işi yaptı. Məsələn toş iş komplektini tənlə şərt eməz. Məsələn bu yaptı bana, lakin üstünə bu yakıtdı desə bemalal anlaşdırıb bərişimiz mümkün. Klient tələbindən gəl çıxıb. Keyin burada pəstə bir dənə vibromuz bu. Köpçülükdə yəni dəmir turbalar, nələr var, şulan çıraylətiş üçün işin nərsəli köpçülük soruydu bunu kolonna. Arkası şu ağaç olan o nav olsa şunu rəzmerində yenə oyub işlənədi. Üstü remiski bir xil olub çıxadı yenə. Üstünə bir qatar bizə vergəndə işini pakretiya səpələdi. Bunun üstünə yenə travertini səpələdi. Keyin lak səpələdi. Qatlıq olub, çıraylı olub çıxadı yenə. Ustanoq keçən ansat tez bitədi. Söylədi Satbik, məndə bir sual peyda oldu. İndi doğru, sizə bu nərsəni vergəndən ki, ustala onun atadı. Ustala özünün içinə cavab verədi. İndi sizə bu məhsulatını, termotravertin, bu kolonnalarını sifətinə, özünün şəklini, rəngini saxlatdırışından garantiya verəsəmi? Allah garantiya verəsə, şundan bahit versəyiz. Bulanı termopanellərin sifətinə 10 il garantiya verəmiz. Özünün rəngini yox etməslik ki, ya düşük qalmaslığı, başqa etməslik üçün. İndi o qağanı ustala bağlı, usta sifətli, çəlik sifətləsə 10 il garantiya edən, 10 ildən keyin buzul qalanı da köçürük sorduğunda telefon 10 ildə dursa, 10 ildən keyin çətəməzdir. Yox, bu gitərə daşı. Məsələn, addi telefonların 1 il garantiya verədi, lakin 5-10 il işlət verədi ki, o şimdi. Gitərədi, xulaq alasa, o 10 ildən keyin tamam bol qala deyilməz. Bu an fasadlı dekorlarımızdan xud düşündük. Köçədən gəlib bura oxaranasın, ətəklə urub buzub taşamasa, özünün görünüşünü yox etməyik. Bu da qalsa, 10 il garantiya var. Çox gibi olub durar. Özünün rəngini, şu təbii rəngini umma 10 il adın yox etməydi. Bu düşündük. Addi ya, ona emulsiya deyimizmi, addi fonlardan görə məncə bunlar dərru ya, kuyasla rəngini özü gətirib getədi, nətədi bu tərəfləmə, bu rəngi yox ekən bu termotravertin nəsə. Plus termoizolyator isti-soğuqunu saxlaydı, bu tərəfləri zor ekən. Şimdi bir an devalımızdan yine aynalardan hər xil vibrlan etkənimiz işkimizə keyin bunda reklamlıyımda takça var. Bir də məsələn kəndinizlərini yine kraska səpilməyə vaxtını çıxıb oladı. İşindim oladı. Vibr etib klientlər polini kolon alıb görsələr oladı. Ya bulmasa termopanelimizin içini çık düzülgən. İçinə yine kəsib qalanlığını çık. Bemal ölçək görsələr oladı. Keyin köpçülük nətədir? Üstündə bir sloy travertini var, pəsi addi beton deyənlər. Yox, bu deyəniz, 100% ilə üstünə çıxıb olsa, təyəm şimdi, yəni üstünə şirpop geçsəniz, təyindən yenə şu rəng gəlib çıxır. Ertən görün, arkasında başqa nərsə olub, yüzünə başqaça olub çıxmıydı. Öndə çıxarıb oturqalarım var, şulardan ehtiyat olasılar. Məsələn, burçat gələdə köpüncə şunu etədilər, üstünə bir sloy azqana rəng uradı, izinə addi beton quyadı. Bunu deməz, 100% travertin daşdan boğan.
Düşünürəm. Şimdi нәрsə, şuların etibar verib, bemalal tekşirib görüb, alsalar boladı. Başqa detallarımızdan xuddi şimdi detalını göstərilən kənizdən işləş cərəyanını çək, başqa nə çək yenə kolunu alıb, qatlıqlığını çək, məsələn, bemalal tekşirib görsələr boladı. Şimdi qatlıq olub, daşlik olub çıxadı. Yakıt görəniz desələr, da yazada onun nərsələrindən var. Yakıt məsələn yanamı yoxmu, tekşirib görəniz desələr. Şöyle ofisə gəlsələr, showrooma gəlsələr, klientlər nərsənin sifətinə 100% şansları kam olub gedər. Bemalal iş olar, yakıb, tekşirib, görüb geçsələr boladı. Keyin polistirollun bazımızdan abrazesiya bağında şimdi kap görünüşündə boladı. Kap görünüşündə boladı yenə. İçini açıb, içində nal tərkibində nal var. Bemalal görsələr boladı. Şimdi içini appaq polistirol qranula sementi bilən özünün ximikatları ədəyini kapda baradı. Bemalal təalab işləsələr boladı. Keyin polistirollun bazıqayadan aparatən çıxarğanımız var Özbəkistanda yengilik bir dana köpçəlik Instagrama qoyğandan ki, ondan sonra tutdular, neydə aldığını çəkdikdə üzərimiz şu zakaz verib yazatqanımız. Adasmasam sizin özünüz texniki yönəlişində oxuyansınız, özünüz injenerlik etib, özünüzü çizmalarınız boyunca hesab çıxarıldı o nəsə. Üzərim çizmalarını verib, tokur danışımız var, şuna iltimas edib, şu polistirol lombaz boyunca məxsus yazatqanımız hazır gündə işlət tutdu, o am əcayib. Şimdi xidmətlər olsan, bemalal Feyz Dekora müraciət qılsanız boladı. Qoldan gəlincə işlərinizi bitirib verəmiz. Nizat bəy, mənim axırda sualım qaldı. Sizə də adasmasam yetkəzib xidməti var. Nerlərədən başqa vilayətlərə, başqa Qarakalpaqistan, Buxara, yerlərə yetkəzib verəsəm, şundan bir məlumat vermişsiniz. Yetkəzib xidmətimiz Xarəzm boyunca polni bepul, Beruni 4 gül bepul, başqa uzaq cayların Səmərqand, Buxara, Navayğan yetkəzib durubmuz. Bu anlara platni boladı, dəstafkəsi ədəyini boladı. Lakin Xarəzm boyunca polni besplatni dəstafkəmiz var. Taza maşınımızdan işə düşdü. Qazel yan başlarına Feyz Dekorda yazılan qıstıramız bemalal görüb ona baha versənizlər boladı.